Havanın temperaturu istilik 40 dereceye kadar yükseləcək. Gündəm xəbərinin efirində isə 31 iyul tarixidir və avqust ayının ilk günü xəbərini Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, avqustun 1-də gözlənilən hava şəraitinə əsasən Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə olacaq. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin gündüz vaxtları bəzi dağlıq dağətəyi rayonlarda arabir yağış yağacaq, şimşək çaxacaq. Gecə isə və eyni zamanda səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olacaq. Olunacaq ki, şərq küləyi də arabir əsintisini hiss etdirəcək. Havanın temperaturu isə dağlıq ərazilərdə gecə 22-26 dərəcə isti, gündüz isə 34-39 dərəcə olacaq. Dağlarda isə gecə 15-20 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacağı proqnozlaşdırılır.